A nöqtəsi OY oxundan 3, OX oxundan 4 vahid məsafədə yerləşir və koordinatların hasili mənfidir. A nöqtəsinin koordinatları aşağıdakilərdən hansı ola bilər? Bu OY oxumuz, bu da OX oxu. OY oxundan 3 vahid məsafədə, OY-dən 3 vahid ya sağ tərəfə 3 vahid, ya sol tərəfə 3 vahid, ya belə deyək, aşağı hissədə, sıfırdan aşağı hissədə 3 vahid sağa və ya 3 vahid soladır. Deməli, OX oxundan isə 4 vahid məsafədə yerləşir. OX oxundan 4 vahid məsafədədirsə, bu hissə ya 4 vahid bu tərəfədir, ya 4 vahid bu tərəfədir. 4 vahid aşağı və ya 4 vahid də 4-cü rübdən aşağı. Koordinatlar aşağıdakilərdən hansı ola bilər? Hasili mənfidir. Hasili mənfidirsə, əgər birinci rübdə yerləşirsə, bu olacaq 3, 4. İkinci rübdə olacaq mənfi 4. Yox, 4 vahid yuxarı idi. Ona görə də 3'ü götürürük. Mənfi 3 və 4. Üçüncü rübdə olsa mənfi 3 və mənfi 4. Dördüncü rübdə olsa isə müsbət 3 və mənfi 4. A nöqtəsinin koordinatları aşağıdakilərdən hansı ola bilər? Hasil mənfi olsun deyə ya ikinci rübdə yerləşməlidir, ya dördüncü rübdə yerləşməlidir. Ya mənfi 3 4'dür bu variantda kimi, ya da olmalıydı 3 mənfi 4. 3 mənfi 4 cavabı da yoxdur burada. Bir cavab ödəyir.